Salam, hər vaxtınız xeyir olsun, gününüz uğurlu olsun, dəyərli müştərilərimiz. Bugün Xırdalan şəhərində avtobus dayanacağına yaxın məsafədə yerləşən, məktəbə yaxın məsafədə yerləşən belə bir 3 sot torpaq sahəsində şəxsi tikili mülk çəkib sizə təqdim edirəm. Evimizin həyətidir, görürsünüz. Ağac əkilibdir, müxtəlif cür meyvə ağaçları var. Tametlə döşənmiş hissəyə hardasa bir 3 dənə, 4 dənə maşın daxil ola bilər. Bura giriş darvazasıdır, gördüyünüz kimi. Çox gözəl bir evdir, şəxsi tikilidir. Deməli, sağ tərəfdə də burada belə bir qızılgül kollar əkilibdir. Görürsünüz, belə hamısı qızılgül kollarıdır. Müxtəlif cür meyvə ağaçlarıdır. Rahat bellənib. Tərəvəz əkmək üçün yerdir. Deməli, evimiz yerdən hardasa 7 daş kürsülüdür. 4 bir tərəfdən cüt daşla tikilib. 100 kvadrat metrdən ibarət orijinal 4 otaqlı həyət evidir. Keçirəm indi evin içi ilə sizi tanış eləməyəm. Evin qabağında da belə bir terası var. Görürsünüz. Həyəti bir də göstərirəm. Daxil oluruq evin içinə. Belə bir geniş dəhliz qarşılayır bizi. Burada yerləşir yataq otaqlarından biri. Evin içində olan əşyalarla bir yerdə satılır. Evimiz tam mülkiyyətli, ipotekaya yararlıdır. Bura oldu evimizin, deməli, yataq otağı. Burada yerləşir evimizin qonaq otağı. Gördüyünüz əşyaların hamısı evdə qalacaq. Və burada da belə bir, görürsünüz, TV stand var. Burada yerləşir digər yataq otağı, bu uşaq yataq otağı üçün nəzərdə tutulubdur. İstimə sistemi kombidir, bura mətbəxdir. Mətbəx mebeli də yığılıbdır, görürsünüz. Bütün içində qabı yanı, paltar yanı, tovkası, xaladerniki. Hər bir əşyası var. Pəncərələrin qabağını heç bir maneə kəsmir, tam açıqlıqdır. Bura evimizin sanitar qovşağıdır. Aksesuarlar mövcuddur. Burada digər yataq otağıdır. Evimiz 130 min manatla satışa çıxardılıb, real alıcıya qiymətdə endirim olacaq. Tam mülkiyyətli, ipotekaya yararlıdır. 3 sotda 100 kvadratlıq 4 otaqlı şəxsi tikilidir. Qiymət 130 min start. Real alıcıya qiymətdə endirim olacaq. Sizin də satışda həyət eviniz, bina eviniz, obyektiniz, torpaq sahəniz varsa bizimlə əlaqə saxlayın. Tez bir zamanda satılmasına köməklik göstərə bilərik. Video bəyənib, şərh yazmağı unutmayın. Bugünlük bu qədər.